Mən Fəxri Xiyabanı addım-addım gəzmişəm. Hərdən bir o televiziyada boş vaxtlarım olanda gəlirdim, girirdim, baxırdım. Məsələn, deyək ki, gedim Fəxri Xiyabana, Bakıda yaşayanlar deyirəm. Fəxri Xiyabanda əvvələ gedim, baş tərəfə, orada Aynə Sultanovanın Müsavat Cəllatları tərəfindən, onun qəbri zadı var, orada gedin, baxın, orada yəni adamlara baxırsan, yəni elə adamlar var ki, orada çox az adamlar var, inanın mənə, yəni az adamlar var ki, yəni bu Azərbaycan xalqına xidmət edir. Qalan hamısı Azərbaycan xalqına, deyək ki, Azərbaycan xalqını qıran, Azərbaycan xalqını satan, Azərbaycan xalqına əlindən gələn pisliyi eləyən adamların qəbirləridir. Mən ona görə bugün hərdən bir müraciət edirəm. Müraciət edirəm ki, Fəxri Xiyabana görə bu milləti satmayın. Şairlərimizə, yazarlarımıza deyirəm və Fəxri Xiyabana da düşməyə can atmayın. Biz həmin o Fəxri Xiyabanı muzeyə çevirəcəyik və orada hər bir adamın xidmətini böyük tabloda vurub oranı muzeyə çevirəcəyik. Muzeyə çevirəcəyik ki, gələn gedən adamlar baxsınlar ki, burada yatanlar kimlərdir? Yəni, millətə xidmət edən yox, millətə güllə atanlar. Məsələ budur.